Hər vaxtınız xeyir olsun, dəyərli psixoanaliz izləyiciləri. Hər cümə olduğu kimi bu gün də efirdəyik. Sizdən gələn sualları cavablandıracağıq və vaxt itirmədən keçək suallara. Birinci sualımız belədir ki, bir insanın uşaqlıqda aldığı sevgi forması gələcəkdə hansı insanlara aşiq olacağını müəyyən edir. Bunu yazan bəy izləyicimiz də ola bilər, xanım izləyicimiz də ola bilər. Bunun üçün ümumi şəkildə cavablandıracağam. Bizim hisslərimizi öyrəndiyimiz, emosiyalarımızı öyrəndiyimiz, duyğularımızı analiz etdiyimiz yer ailəmizdir. Ailədən necə sevgi görürüksə, daha sonra o sevgini davam etdirəcək insanlara aşiq oluruq, biz istəmədən də olsa. Bəzən bu şuuraltının oyunu kimi görünür. Bəzən insan özünə sual verir, cavab tapa bilmir ki, necə mən atam kimi insanı həyatıma çəkə bilmişəm və ya necə mən anam kimi insanı həyatıma çəkə bilmişəm. Çünki biz doğulandan hər hansısa mənfi və müsbət duyğu ilə doğulmamışıq. Ailəmiz bizə ilk duyğuları necə yaşadıbsa, necə kök atıbsa həmin o duyğular və daha sonra o kökü davam etdirəcək insanlara aşiq oluruq. Dəyərsizlikdən əziyyət çəkən və ya sevgisizlikdən əziyyət çəkən bir mühitdə böyümüşüksə, o zaman böyük ehtimal ki, aşiq olacağımız insan da bizə bir müddət sevgi versə də daha sonra elə məhz ailəmiz kimi davranacaq. Çünki şuuraltı ilk hansı duyğularla tanış olursa, daha sonra həmin o duyğuları tanıyır və onu həyatına çəkir. Sevginin necə gözəl bir şey olduğunu öyrətməyiblərsə və yaxud şərtli şəkildə seviblərsə, yəni sən ağıllı qız olarsansa səni sevərəm, sən məntiqli, uzaq görən, yaxşı bir oğul olarsansa səni sevərəm. Bu kimi şərtli şəkildə sevildiyimiz üçün daima başqaları da bizi şərtli sevib və ya biz belə hiss etmişik. Çünki əvvəldən buna öyrəşmişik və bizdə bir dəyərsizlik duyğusu yaranıb ki, insanlar mənə niyə özümə görə dəyər versin? Mən nəsə etməliyəm ki, o mənə dəyər verməlidir. Mən nəsə etməliyəm ki, o məni sevməlidir. Və buna görə də artıq biz özümüzdən fəda edirik, özümüzü fəda edirik ən əsası. Bizi incidən insanlardan uzaqlaşmaq əvəzinə onlara daha çox sarılırıq. Sanki canım acıyır, amma mən buradayam, getmirəm. Getmək mənim üçün bundan da acı bir duyğudur. Ona görə gedə bilmirəm, deyirik. Və ya sevgidə necə acı çəkdiyimizin fərqindəyik, amma daha çox acı çəkməmək üçün, bəzən də o insanı itirməkdən qorxduğumuz üçün münasibətə davam edirik, nə qədər qırılsaq da. Bu isə təbii ki, bizim valideynlərdən keçən duyğudur. Valideyn bizə nəyi öyrətdi? Səni döyə bilər, sənə şiddət göstərə bilər, səni anlamaya bilər, səni dinləməyə bilər. Və daha sonra mən sənə nə etdim ki? Niyə özünə qapanıqsan? Niyə danışmırsan? Niyə evdə varlığın bilinmir sualını verdilər. Amma bir dəfə də olsun demədilər ki, mən sənə nə etdim ki, sən özünü bu evdə yad hiss etdin. Və ya valideyn bu hissləri aşılayır və daha sonra qınayır, övladını qınayır. Niyə belə bir insanla ailə qurdun? Niyə sənə dəyər verməyən insanla ailə qurdun? Və yaxud niyə səni sevməyən insanı sevdin? Bu nə seçimdir? Bəzən seçimlərimizə belə qarışırlar. Amma bu zaman biz bunun fərqinə varmalıyıq ki, biz sadəcə onların bizə ötürdüklərini yaşayırıq. Dəyişim harda başlayır? Dəyişim valideynlərin etdiyini artıq tam şəkildə özümüzü aldatmadan qəbul edib, özümüzü seçdiyimiz zaman. Bəzən özümüzü seçmək, insanlar səhv başa düşür, özünü seçmək nə deməkdir? Mən ailədənmi gedim, onlara qarşı çıxışlarmı edim və yaxud el arasında deyək də tərbiyəsizlikmi edim? Xeyr, özünü seçmək bunların heç biri deyil. Özünü seçmək sayğını qorumaqdır, sevgini qorumaqdır. Hər nə olur olsun, sevgidən vaz keçməməkdir, sevgi dilindən vaz keçməməkdir, özündən vaz keçməməkdir. Səni incitdikləri halda özünü seçərək o yerdən çıxıb gedə bilmək bacarığıdır. Bu zaman artıq bizim şuuraltımız dəyişimə dirənc göstərməyəcək. Bəli, bu çox ağrıdır, bəli, çox incidir. Bəzən dəyişim üçün, həyatımızın daha da yaxşılaşması üçün biz incinməliyik, biz qırılmalıyıq, biz vaz keçməliyik. Hər şey toz pəmbə deyil və yaxud bizə öyrədiblər ki,
gerçəkləri görmə. Gözünü boya və gerçəklərə ad vermə. Sadəcə günü yaşa. Və bunun üçün biz analiz edə bilmirik. Bunun üçün həyatımızda baş verənləri analiz edə bilmirik, doğru qərarlar verə bilmirik. Çünki biz daima gözümüzü boyadılmasına öyrəşmişik. Və müəyyən edirmi ailə bizim həyatımızdakı insanın xarakterini, yaşayacaqlarımızı? Bəli, azdan çoxdan müəyyən edir. Və mən bunu hər zaman demişəm ki, əgər münasibətə başlamaq istəyirsinizsə, ailə qurmaq istəyirsinizsə, münasibətinizin davam etməsini, sağlam bir münasibət qurmaq istəyirsinizsə ən əsası, o zaman ilk valideynlərdən başlayacaqsınız terapiyaya. Baxın, görün necə böyüdülmüsünüz, nəyə ehtiyacınız var, hansı duyğuya ehtiyacınız var, münasibəti niyə istəyirsiniz? Heç də hər kəs münasibəti sevmək üçün istəmir. Bəzən tək qalmamaq üçün istəyir. Bəzən anasının, atasının ona yaşatmadığı duyğuları qarşısındakı insan ona yaşatsın deyə istəyir. Bəzən həyatda tək qalmaqdan qorxur deyə istəyir. Və ya ailəm olsun, övladım olsun, yaşama səbəbim olsun. Bunun üçün istəyir. Hər kəs tamamilə fərqli istəyir. Və buna görə sevgi individualdır, münasibətlər individualdır. Münasibətlərə baxış tərzi individualdır. Mən sizə burada sevginin düsturunu deyə bilmərəm. Münasibətin düsturunu deyə bilmərəm. Kim harda əksik duyğu yaşayıbsa, harda əksik duyğusu varsa, onun əsasında formalaşdırır sevgini və münasibəti. Əgər dinlənilmək, anlaşılmaq istəyirsə qarşı tərəfdən, onun üçün münasibətdə ən önəmli şey güvən duyğusudursa, dinlənilməkdirsə, huzurlu olmaqdırsa, sakit həyat yaşamaqdırsa və ya sadəcə dinlənilməkdirsə və ya sadəcə sevilməkdirsə və ya sadəcə maddiyyatdırsa, o zaman o insan böyük ehtimal ki, həyatında, uşaqlığında daha doğrusu o duyğulardan məhrum buraxılıb. Və ona görə biz münasibətimizdə əks cins istəmirik əslində. Biz ana və ata istəyirik. Və kimsə gəlib bizim ana və atamız ola bilməz. Olduğu zaman da artıq xəyanətlər başlayır və s. bu şəkildə şaxələnir. Və bunun üçün münasibəti istəməmişdən qabaq, həqiqətən də mən münasibəti nə üçün istəyirəm sualını verin. Kimdən qaçıram, nədən qaçıram? Niyə həyatımız boyunca yalnız qaçmağa yönəlmişik? Niyə döyüşüb nələrsə əldə etmək istəmirik? Niyə o situasiyada qalaraq onu həll etmək istəmirik? Daima istiqamətimiz fərqli-fərqli yerlər olur. Bir qapını açırıq sanki, həmin o qapıda bizə xoş gəlməyən bir şey varsa, orada qalıb onu həll etmək əvəzinə başqa bir qapını açırıq. Və görürük ki, o birinci qapının elə ardıymış. Və buna görə həyatımızda təkrar döngü şəkildə bizi qıran, üzən, anlamayan, dinləməyən dostlarla əhatələnirik, sevgi ilə əhatələnirik və sonda isə belə bir nəticəyə gəlirik ki, həyatda mən təkəm, heç kim məni anlamır, heç kim mən deyil və mən özüm kimi bir insan tapa bilmirəm. Bunu demək əvəzinə, başqalarını günahlandırmaq əvəzinə, həyatı, dünyanı günahlandırmaq əvəzinə ilk olaraq özünüzə sual verin. Mən niyə qaçıram və nədən qaçıram? Nədən üzləşməkdən qorxuram? Niyə başıma hər hansısa bir hadisə gələndə orada qalıb məsələni həll etmirəm və üzümü döndərib getməyi seçirəm? Və son olaraq bunu deyim ki, həyatımıza düzgün insanı çəkmək istəyiriksə, özümüzün düzgün olub-olmadığını yoxlayaq. Mən nə qədər düzəm, mən nə qədər dürüstəm özümə, başqasına yox. Öz duyğularıma dürüstəmmi? Buna cavab tapın. Və ondan sonra görəcəksiniz ki, həm aydınlanırsınız, həm baxış bucağınız dəyişib, həm də ki, hadisələrə verdiyiniz reaksiyalar da fərqli olacaq. Və keçək digər sualımıza. Valideynlərin öz travmalarını uşağa fərqində olmadan ötürməsi mümkündürmü? Günümüzdə daha çox yaşadığımız duyğudur bu. Çünki valideyn istəmədən də olsa, övladımın yaxşılığını istəyirəm deyərək ona zərər verə bilər. İstəmədən də olsa, onun duyğularını görməzdən gələ bilər. Və valideyn bir şey nəzərdən qaçırır ki, mən övladımı olduğu kimi niyə qəbul etmirəm?
Niyə arzularımı onda gerçəkləşdirmək istəyirəm? Tamam, bu mənim həyatımdır. Mən ola bilmədim. Mən müəllim ola bilmədim. Mən polis ola bilmədim. Mən idmanla məşğul ola bilmədim. Amma övladım bunu etmək məcburiyyətində deyil. Çünki övladım məndən başqa bir həyatdadır. Mənim həyatımın içində deyil. Biz bunu qarışdırırıq. Valideynlərin əsas duyğusu öz duyğusudur. Nə qədər ki, valideyn deyir ki, mən övladımı düşünürəm, təbii ki, mən yaxşılığını istəyirəm. Amma orada biraz da öz düşüncəsi var, öz duyğusu var, öz istəkləri, öz arzuları var. Edə bilmədiyi, yarımçıq qalan arzuları var. Dəyərli valideynlər, övladınızın necə olur olsun, uğurlu şəxs olsun, uğurlu olmasın, doğru seçim etsin, yanlış seçim etsin. İlk onun həyatına sayğı duymalıyıq. Onu olduğu kimi qəbul etməliyik və onun həyatı bizim həyatımızın davamı deyil. Bunu qəbul etməliyik. Çünki onun ayrı bir yolu var, onun ayrı bir həyatı var. O necə istəyirsə, elə də həyat yolu qurmalıdır. Biz təbii ki, ona məsləhət verə bilərik, yanında ola bilərik. Bəzən səhv etməsinin qarşısını ala bilərik. Bəzən doğru yolu ona göstərə bilərik. Amma onun həyatını onun əlindən alıb, sonra al bu sənin həyatında deyə bilmərik. Valideynlərin etdiyi səhvlərdən biri də budur ki, 18 yaşına qədər övladını bütün arzuları ilə böyüdür, özünün yarımçıq qalan arzuları ilə böyüdür və 18 yaşında həyatını ona verir ki, al bu həyatı necə istəyirsənsə yaşa. Və uşaq çaşbaş qalır. Bilmir hardan başlasın, necə başlasın, nə etsin. Bu yol onun yolu deyil çünki, tanış deyil. Çünki o yol inşa olunanda onun dəstəyi olmayıb. Bəlkə də başqa bir yol inşa etmək istəyirdi. Amma valideyn nə edir? Mən ona o qədər təhsil verdim, o qədər oxutdurdum, o qədər həyatını yaxşılaşdırdım. Əli isti sudan soyuq suya dəymədi. Amma övladım indi öz həyatında nələrsə edə bilmir. Özünə yer tapa bilmir. Öz həyatını idarə edə bilmir. Çünki məsuliyyət yoxdur. Çünki öyrəşib ki, hazır bir yol mənə verildi. Valideynlərim tərəfindən o yol mənim üçün inşa edildi. Əgər mən o yolda büdrüyərəmsə, yenə də valideynim mənə kömək edəcək. O zaman bunun qarşısını almaq üçün, bunu yaşamamağımız üçün o yolu bərabər inşa etməliyik. Onun da məsuliyyətləri var. Məsuliyyətlərini ona dərk etdirməliyik. Sən necə bir yol istəyirsən deyərək onun fikrini almalıyıq. İndiyə qədər öz arzularınızla qurduğunuz o yolda övladınızın özünü tapmaması normaldır. Və övlada günah atmamışdan qabaq, övlada nəyisə sən səhv etdin deyərək günahlandırmamışdan qabaq, özünüzə sual verin. Mən necə bir valideynlik etdim? Mən necə davranış sərgilədim ki, bugün övladımla aramda bir uçurum var. Və mən bu uçurumu necə bərpa edə bilərəm? Çünki münasibətlər də, ana-övlad münasibəti də, ata-övlad münasibəti də, ikili münasibətlərdə, dostluqda qarşılıqlı ünsiyyətlə qurulur. Tək tərəfli yox. Tək tərəfli olan hər bir şey əvvəl-axır yarı yolda qalacaq. Və keçək digər sualımıza. Bəzi insanlar niyə xoşbəxt olanda belə daxildən narahat olur? İnsan xoşbəxtlikdən qorxa bilərmi? Təəssüf ki, bəli, qorxa bilər. Çünki xoşbəxtlik onun üçün travmatik bir haldır. Çox xoşbəxt olduğu anda bütün xəyalları yerlə bir ola bilər. Xoşbəxtliyə əlindən alına bilər. Çox gülmə, çox danışma, çox xoşbəxtliyini insanlara bildirmə kimi cümlələrlə onun baxış bucağını daralda bilər ətrafındakı insanlar. Və yaxud daxilən huzurlu hiss etdiyi an ani bir hadisələrlə rastlaşa bilər. Kiminsə ölümü və yaxud müxtəlif inanclar ola bilər. Məsələn, çox güldüm, deməli sonda ağlayacağam kimi. Yəni insanlar daha çox bədbəxtliyə, mənfi duyğulara yönəlir, istəmədən də olsa. Şüuraltılarında
mənfi duyğuları daha tez həyatına çəkə bilirlər, nəinki müsbət duyğuları. Çünki müsbət duyğuları həyata çəkmək üçün ilk öncə özünüzü ona layiq bilməlisiniz. İnsan özünə xoşbəxtliyi layiq bilmirsə, huzuru, sevgini, anlaşılmağı, olduğu kimi qəbul edilməyi, bunu bir təhlükə kimi hiss edirsə, özünü layiq bilmirsə, zaten ona elə davranan insan olmayacaq və yaxud o insan özünün daxilində o duyğunu yaşaya bilməyəcək. Özünü o duyğudan məhrum buraxacaq, özü istəmədən də olsa. Çünki yenə də uşaqlığa gəlir bu hallar. Uşaqlıqdan xoşbəxtlik onun üçün qorxu bir obyektidir. Xoşbəxtlik onun üçün qısıtlamaqdır, həyatını qısıtlamaqdır, özünü, duruşunu, düşüncəsini, dediklərini. Və bunun üçün də mən elə mənfi duyğunu yaşamağa layiqəm və yaxud mənim hansı günümə gülürəm ki, inancları çıxır ortaya. Daima dəfələrlə mənfi hadisələr başına gəldiyi üçün, daima özünü yaxşı hiss etmədiyi üçün, yaxşı hiss etdiyi anda ətrafındakı insanlar onun yaxşılığı hiss etdiyi o duyğuya kölgə saldığı üçün o insan inanır ki, mən xoşbəxt olmağa layiq deyiləm. Və bunun üçün artıq bədən bu duyğuları, müsbət duyğuları bir təhlükə olaraq hiss edir. Və bunun üçün həmin insan daima özünün həyatında dürüst ola bilmir. Yəni, mən xoşbəxtəm öz-özünə açıq şəkildə, dürüst formada deyə bilmir. Çünki bilir ki, mən xoşbəxtəm dedim, 100% bugün hansısa bir hadisə olacaq. Və həqiqətən də elə olur. İnsan hiss edirmi, yoxsa düşündüyü başına mı gəlir? Düşündüyü başına gəlir. Hisslərimiz belə düşüncələrimizdən yaranır. Nəyi çox düşünürüksə onu hiss etməyə başlayırıq və daha sonra həmin hadisələr bizim başımıza gəlir. Və daha sonra deyirik ki, mənim hissim düz çıxır hər zaman. Hiss düzgün çıxmır. Sən onu düşündüyün üçün, mütəmadi beynində o düşüncələr formalaşdığı üçün, davam etdiyi üçün artıq həmin hadisələr gəlir səni tapır. Bunu dəyişmək üçün nə etmək lazımdır? Xoşbəxtliyi nə olaraq görürsünüz? Hansı formada görürsünüz? Bu suala cavab yazın. Necə bir təsəvvür yaranır beyninizdə? Xoşbəxtliyi nə ilə təsvir edə bilərsiniz? Nə adlandıra bilərsiniz? Nədir sizə görə xoşbəxtlik? Nə zaman ilk dəfə xoşbəxtliyin mənfi bir duyğu olduğunu hiss etdiniz? Fərqinə vardınız? Nə vaxt çox xoşbəxt oldunuz və həmin o xoşbəxtliyinizə kölgə salındı həmin günü? Hansısa bir hadisə baş verdi? Əsl bu duyğuların qaynağı həmin o suallarda gizlidir. Keçək digər sualımıza. Uzun illər özünü güclü göstərən insan bir gün niyə qəfil emosional çöküş yaşayır? Hal-hazırda emosional çöküş yaşadığımın fərqindəyəm. Belə bir izləyicidən sual gəlib. Çünki biz yenə də güclü olmağa öyrədilmişik. Güclü davranmağa, ağlamamağa, hər zaman ayaq üstə dayanmağa, heç vaxt çökməməyə, depressiyaya düşməyə belə özümüzə icazə verməmişik. Və bugün hansısa bir elementar hadisə bizi depressiyaya sala bilər. Və ya insanların qorxuları da ola bilər ki, mən depressiyaya düşməkdən qorxuram, emosional çöküş yaşamaqdan qorxuram. Biz insanıq və bu həyatda hər bir duyğunu yaşamağa özümüzə icazə verməliyik. İcazə verin, depressiyada olun. Emosional çöküş yaşayın. Hər zaman güclü olmaq məcburiyyətində deyilsiniz. Hər zaman güclü olmaq məcburiyyətində hiss edən insanlara daima güclü olacağı, o duyğunu hiss edəcəyi hadisələr yaşadır həyat ona. Və biz artıq burada həyatımızdan məmnun olmuruq ki, həyat mənə niyə belə davranır? Niyə başqaları rahat, xoşbəxt həyat yaşayarkən mən burada nələrsə əldə etmək üçün çaba sərf edirəm? Niyə nələrsə əldə etmək üçün vuruşuram, özümdən vaz keçirəm? Çünki sən beynini belə kodlamısan. Sən yox, daha doğrusu. Valideynin sənin beynini elə kodlayıb. Daima sənə deyib ki, ağlama, güclü olmalısan. Ayaq üstə qalx. Səni heç kim ağlayan görməsin. Sən daima özünü müdafiə etməlisən. Özündən ödünc verməməlisən. Və bu duyğuları öyrətdikləri üçün kiminsə yanında ağlaya bilmirsən. Emosiyalarını ifadə edə bilmirsən.
duyğularını, keçirdiyin hissləri bölüşəcəyin insan yoxdur. Çünki özünü kilitləmisən. Özünü kilitləmək nədir? Müdafiəyə keçmək. Bədən özünü təhlükədə hiss etdiyi üçün müdafiə edir. Və bu nədir? Biz nə zamana qədər valideynlərimizin bu dedikləri ilə davam edəcəyik? Nə zaman o zənciri qıracağıq? İnsan özünü daima güclü göstərdiyi halda ətrafındakı insanlar da onu elə görür. Sənə bir şey olmaz deyə sənin qəlbini qırırlar. Sən incimərsən, küsmərsən deyə şəxsinə özəl, həyatına özəl müəyyən sözlər ifadə edirlər. Çünki sən bunu onlara öyrətmisən. Çünki sən güclü olmağı onlara öyrətmisən. Qırılmadığını, üzülmədiyini hiss etdirmisən. Və bugün onlara bu günahı atmaq heç də düzgün deyil. Özünə sual ver ki, məni kim güclü öyrədib, güclü olmağı öyrədib, güclü qalmağı öyrədib? Niyə mən ağlamaq istədiyim an ağlamamışam? Bu bəylərə də məxsusdur. Kişilər ağlamazmı? Təbii ki, ağlayar. Kişi də insandır. Kişinin də duyğuları var, hissləri var, qırıldığı anlar var. İncidiyi, küsdüyü, bəzən qayğıya, sevgiyə ehtiyacı olduğu anlar var. Niyə hər zaman biz bəylərdən gözləyirik bunu? Və ya qadınlar da həmçinin. Hər bir qadının da sevgiyə ehtiyacı var. Dilə gətirməyə, ifadə etməyə, özünü göstərməyə, duyğularını hiss etdirməyə ehtiyacı var. Anlaşılmağın, dinlənilməyin bu ehtiyacdır artıq. Bu duyğular ehtiyacdır. Bunun cinsi yoxdur, qadını kişisi yoxdur. Bu insani bir duyğudur. Hər bir insan anlaşılmaq, dinlənilmək istəyir. Və bəzən də susmaq istəyir. Özü ilə bərabər yanında susacağı insanın olmasını istəyir. Bu duyğulardan özünüzü məhrum etməyin. Əmin olun ki, siz həyata qarşı o qucağı açanda, həyat da sizə elə davranacaq. Həyat da sizi sevən, dəstək verən, yanınızda olan, sizlə bərabər susan, sizlə bərabər ağlayan, sizin dərdinizi dinləyən, xoşbəxtliyinizi paylaşan, uğurunuzu uğuru kimi sevinən insanlarla rastlaşdıracaq. Və bu, ümumiyyətlə, həyatımızda hadisələr, yaşanılan hadisələr, qarşımıza çıxan insanlar, hər biri bizim beynimizin, düşüncəmizin məhsuludur. Biz necə düşünmüşüksə, o tip insanları da həyatımıza çəkmişik. Məsələn, mən düşünsəm ki, məni dinləyən insan yoxdur bu həyatda, təbii ki, mən dinləyən insanla rastlaşmayacağam. Amma yox, mən düşünsəm ki, həyat sevgi dolu yaşamaq yeridir, özün olmaqdır, sevgi ilə əhatələnməkdir, huzurla, dinlənilməklə, sevgi ilə, dostluqla, münasibətlə. O zaman görəcəm ki, ətrafımdakı insanlar da mənə elə davranır. Bu o deməkdir ki, mən həyata qarşı hansı düşüncədəyəmsə, həyat da mənə elə davranır. Və buradan bir sual yaranır. Siz həyata qarşı hansı düşüncədəsiniz? Dəyişmək istəyirsinizmi bu düşüncəni? Növbəti sualımız isə belədir ki, mən insanlara çox empati qururam, amma heç kim məni həqiqətən anlamırmış kimi hiss edirəm. Burada problem məndədirmi? Burada hiss etdirilən duyğular varsa, hiss etdirilən duyğular heç vaxt səhv olmur. Yəni, bəzən düşüncələrimiz, məntiqimiz bizə fərqli sözlər deyə bilər, fərqli fikirlər bizə verə bilər. Amma bədən bir şeyi hiss edirsə, onu boşuna hiss etmir. Çünki öncədən hiss etdiyi bir duyğunu hiss edir. Hansı duyğunu əvvəl qazanıbsa, onu hiss edibsə, onu yaşayıbsa, daha sonra eyni duyğunu yaşayanda bizə siqnal verir. Bəzən özümüzü pis hiss edirik, bəzən hansısa bir söz bizim keyfimizi pozur. Ümumiyyətlə, oturduğumuz yerdə birdən-birə susqunlaşırıq. Bunların hər biri bizim bədənimizdə yaşadığımız duyğuların xatirəsidir. Burada həmin izləyiciyə bir sual vermək istəyirəm ki, siz necə dinləyirsiniz qarşınızdakı insanı? Ona məsləhət vermək üçünmü, onun həyatını toxunuşlar etmək üçünmü, həyatına toxunaraq onu yaxşı etmək üçünmü, yoxsa sadəcə dinləyirsiniz? Və ya niyə düşünürsünüz ki, məni dinləyən insan yoxdur? Məni dinləsələr belə həqiqətən dinləyirmiş kimi hiss etmirəm.
Bu, qarşı tərəfin sizə anında cavab verməsi ilə əlaqəli ola bilər birinci növbədə. Yəni, siz danışırsınız probleminizi və qarşı tərəf sizə məsləhət vermək istəyir ancaq və yaxud da ki, öz həyatından bir misal çəkir ki, hə, məndə də belə olmuşdu. Yəni, bu tip qarşılaşmalar, bu tip cavablar artıq sizi soyuda bilər həmin o probleminizi deməkdən. Yəni, artıq siz orada deyə bilərsiniz ki, mən danışmaq istəmirəm. Susqunlaşa bilərsiniz. Və ya bunların heç biri yoxdursa, sadəcə sizi dinləyir və yanınızda olursa və yenə də belə hiss edirsinizsə, o zaman bu yenə də uşaqlıqla əlaqəlidir. Nə zamansa emosional şəkildə danışmısınız, duyğularınızı anlatmağa çalışmısınız. Qarşınızdakı valideyniniz, ətrafınızdakı insanlar fərq etməz. Ya öz işi ilə məşğul olub, ya qabı yuyub, yemək bişirib və yaxud da hə, başa düşdüm deyərək sizi yola verə bilər. Məsələn, dırnaq arası belə deyək. Və orada siz belə bir duyğunu qazanmısınız ki, insanlar məni dinləyir, amma əslində dinləmir. Sadəcə dinləyirmiş kimi görünür. Və ondan sonra artıq burada qazandığınız həmin o duyğu sonraki həyatınızda da təsir göstərə bilər. Yəni, orada həmin o problemi həll etmədiyiniz üçün daima sizi elə dinləyən insanlarla rastlaşa bilərsiniz. Və buna görə də yenə də bu sualın cavabı kök duyğunu tapmaqdadır. İlk dəfə mən bu duyğunu nə zaman yaşamışam? Mənə bunu kim hiss etdirib? Və ondan sonra dostlarınızı, rəfiqələrinizi analiz edin ki, onlar sizə valideyniniz kimi davranır? Yəni, ilk dəfə orada yaşadığınız o duyğu kimi hiss edirsinizmi? Yoxsa orada elə hiss etmişsiniz, daha sonra artıq o duyğu sizdə qaldığı üçün qarşı tərəf sizə elə davranmasa da elə hiss edirsiniz. Belə deyim. Və artıq orada analiz edəndə biləcəksiniz ki, ya öncəki duyğular kimi hiss edirsiniz, öncəki ana, ata sizə necə davranıbsa, dostlarınız, rəfiqələriniz, sevgiliniz də sizə elə davranır və ya dostlarınız, sevgiliniz, rəfiqələriniz sizə elə davranmır, siz sadəcə elə hiss edirsiniz. O zaman bunu başqalarına günah ataraq deyil də, sadəcə özünüzü analiz edərək, situasiyalara dürüst şəkildə cavab verərək və ilk kök duyğunu taparaq cavab tapa bilərsiniz. Və bunu da deyim ki, problem sizdə deyil. Bunu siz hiss etmişsiniz, daha sonra o hissi yaşamaqdan qorxmusunuz. Bugün həmin o hiss sizin əslində qorxunuzdur. Düşünürəm ki, müəyyən suallarınıza cavab tapdınız. Bugünlük bu qədər deyim. Növbəti psixoanalizdə görüşəcəyik.